Leyli və Məcnun əsərinin müəllifi kimdir? İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabir, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Məcnunun özü. Bir də sual oxuya bilərsiniz. Leyli və Məcnun əsərinin müəllifi kimdir? İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Molla Pənah Vaqif, Məcnunun özü. Məhəmməd Füzuli. Məhəmməd Füzuli. Son qərarındır. Bu Texniki Universitetdən bilməmədə çox sürətli cavablar verirsən. Vaxtın var elə, fikirləşə bilərsən Ayxan. Yox, ehtiyac yoxdur. Səhv olsa da canımız sağ olsun. Ayxanın bu özgüvənli cavabını qeydə alaq. Ayxan, təbrik eləyirəm. Məhəmməd Füzuli düzgün cavabı idi. Çox sağ ol. Zəhmət olmasa Ayxanın uduş məbləğini təqdim eləyək. Buyur Ayxan. Səni bir də təbrik edirik. Zəhmət olmasa sayarsan, kameralarımız görsün. Hə, sonra deməsinlər ki, ay yox vermirlər, 5 manat verdilər, 10 manat aldılar. Düzdür? Təbrik edirəm Ayxan. Çox sağ ol.